ki, şəkildəki həndəsi fiqurların üzlərinin sayından bir dəfə istifadə edərək yarana biləcək ən böyük rəqəmli cüt ədəd neçədir? Sən mənə de görüm, dairənin üzü var yoxsa yox? Hə, Məhəmməd? Dairənin yox. Dairənin yoxdur. Deməli, mən 0 yazdım bura. Bəs silindrin neçə üzü var, ay Məhəmməd? Üzü mənim 2. 2 dənə var, bəli. Bəs bu kuboidin neçə üzü var? 6. İndi bu rəqəm 0, 2 və 6 rəqəmlərin ən böyük, bəli, düz deyirsən, 620 C variantı. Məhəmməd, gəl 21-ə bax, 22-yə baxaq. Bərabər tərəfli üçbucağın tərəfləri cəmi 21-dir. Bu üçbucağın bir tərəfinin uzunluğunu tapın. Bax, Məhəmməd, bərabər tərəfli üçbucağın qaydası nə idi? Bərabər yanlı məndə 2. Yanlı yox, tərəfli, bərabər tərəfli. Yanlı olsun. 3 tərəf bərabərdir. 3 tərəfi də eyni ölçüyə malikdir. Yəni, bura A-dırsa, burada A-dır, burada A-dır. Yəni, 3 tərəfin cəmi neçədir, Məhəmməd? 21. Onda bir də A, önə 3 dənə A 21-dir. Bir dənə A-mız 7 olar. Bəli, 21-i bölürük 3-ə, eləyir 7. Gördün, Məhəmməd? Hər iki sualı da özün cavab verdin. Afərin.